Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya prosesi üzrə işlər davam etdirilir. Bu fikirləri Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov jurnalistlərə davam edirik. Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya prosesi üzrə işlər davam etdirilir. Bu fikirləri Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib. Nazir Ermənistandakı parlament seçkiləri öncəsi baş verən proseslərin də rəsmi Bakı tərəfindən diqqətlə izlənildiyini vurğulayıb. Aprel ayının 29-unda Azərbaycan nümayəndə heyəti baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Ermənistana səfər etdi və orada komissiyaların növbəti iclası keçirildi, müzakirələr oldu və reqlament tipli 3 sənəd razılaşdırıldı, hansı ki sonraki işlərin prosedurlarını, reglamentini müəyyən edir. Ondan öncə Azərbaycanın Qəbələ şəhərində noyabr ayında Ermənistan nümayəndə heyəti gəlmişdi. Orada danışıqlar keçirilmişdi. Yəni proses gedir. Mən əminəm ki, biz növbəti aylarda da bunun davamını şahid olacaq. Əfsuslar olsun ki, Ermənistan siyasi dairələri arasında hələ də Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var və onlar məhz bu istiqaməti seçki qabağı kampaniyası zamanı da bunu biruzə verirlər. Açıq şəkildə burada ittihamlar yağdırırlar. Təbii ki, biz hər birimiz başa düşürük ki, bunun heç bir Ermənistan üçün müsbət nəticəsi ola bilməz.